Ve oyun başladı. Belə. Hazırlanırlar iki oyuncumuz. Ve oyun başlayacak dostlar. Ve her iki oyuncularımız başladı ve mükemmel bir zərбə və belə. Ve geldi ve daldan bura ve yıkabileceğimi yıkamadı dostlar. Ve gelir iki oyuncumuz da yaxşı mücadele edir ve yıkabileceğim için oyuncularımız ikisi de Salamanov yaxşı gedir ve Salamanov vurdu. Baxaq. Oyun təzədən başladı. Salamanov ve çok güzel hamle. Salamanov 3-0 etti hesabı. Salmanov. Ve oyun başa gelirdi. Ve başladı 5-0 elədi. Başa gedir mücadele. Ve Salmanov 5, o birçi kırmızı oyuncumuz 0'dı. Ve oyun beləliklə gedir. Oyunun 2 dəqiqələrindeyiz, 19-18 ve ikisi de yaxşı mücadele eləyir, ama Salmanov kırmızılardan daha öndədir, yani. Salmanov vaxt qurtarmaq üzərədir. Belə hazırlayırlar dostlar. Ama hazırlanır dostlar Salmanova. Baxaq görək o birisi yarış necə gedəcək. Hesabı Van Dize dəyişəbiləcəyimi, yoxsa Salmanov udacaqmı? Və Azərbaycan Salmanov yaxşı gedir və Salmanov 5'ti. Çekik Van Dize hələ də 0'dı. İki oyuncumuz da çok güzel mücadele edir ve Çekik Van Dize uttu
1-5 oldu. Hesabı değiştirebilecek mi? Heyecanla herkes hazırlanır. Ve 5-1 oldu hesap. Salmanov öndedir. Ve oyun başladı ve Salmanov yaxşı mücadele eləyir ve ayağa qalxa biləcəkmi Salmanov? Ve baxırıq. Hesab değişmedi. Başladı oyun ve baş-başa gedən oyun necə qurtaracaq? Salmanov öndədir hələ ki. Amma Van Deze də dəyişdirə bilər hesabı. Gəlir. Və oyun təzədən başladı. Sular və oyun başa gedir dostlar. Salmanov öndədir. King Vadezədə bir tələdə. Baxaq görək nə olacaq dostlar. Və yaxşı mücadilə eləyir ikisi də. Və Salmanov ikisi də yaxşı oynuyor. Bu oyundan tutdu və yerə yıxdı Salmanov. 7-1 oldu hesab. Və belə tam boynundan tutmuşdu, yerə saldı. Çekik Van Dezen'i. Ve kazanan Salmanov oldu dostlar. Ve Salmanov. Yaxşı, hər iki oyuncumuz da yaxşı mücadilə etdi. Ama Salmanov kazandı. Ve burada tekrara baxırıq. Burada Salmanov bu hərəkəti edir. Və qırmızıdan çölə çıxır. Belə. Və Ali Almaz, Soltan Luspov ikisi də gəlir. Və hazırlanırlar. Və Rusiyalı oyuncumuz da Saltanov belə. Və oyun başlayacaq indi. Ali Almaz, Saltan Luspov. Baxaq görək kim qazanacaq oyunu. Oyun
başladı dostlar ve kapışmalı bir mücadele gedir. Her iki oyuncu da mükemmel savaşır ve Almaz bu ikisi de yaxşı oynuyorlar. Baxaq kim udacaq dostlar. Ve 3 dəqiqələrindeyiz yarışmanın. Yarışma təzə başlayıbdı və Almaz ve Almaz udur. Supov uzanır. Ve oyun başladı. İkisi de yaxşı oynayır ama Almaz qabaqdadır. Ve her iki oyuncumuz da mükemmel dövüşür ve tarzdan başladı oyun ve her iki oyuncu da mükemmel oynuyor. Almaz bir adım qabaqdadır. Belə ve iki oyuncu da mükemmel oynuyor ve mavi olan Supov o 4 olarak qabağa çekti, mükemmel oynadı. Baxaq ne olacak? Almaz hesabı da değişebilir, değişmeyebilir. Hazırlanırlar. Oyun başlayacak. Ve oyun başlıyor. Ve oyun başlıyor. Yaxşı oynuyor her iki oyuncu da. Ve yıktı. Ve yıkacak az kaldı. İkisi de mükemmel. Ruslu olan Almaz yaxşı mücadele etse de ona karşı gələnmir. Ve Supov yerde sərir oyuncu ve 10 xal olur. Almaz hələ bir xaldadır. Almaz da yaxşı döyüşür ama Supovun qədər döyüşünmədi. Supov çok güzel bir performans sergiledi ve 10 xalla geldi. Burada belə yerə yıxır.
Belə yavaşlatma ilə də baxdıq buna dostlar. Burada baxırıq. Luspov almazdan qabaqdadır. Baxaq, almaz hər an dəyişə bilər mükəmməl hərəkətlə. Amma Luspov almaz dəyişə bilməyib, Luspova liderliyi də qoya bilər. Bu ola bilər. Luspov 10 xal, almaz 1 xal. Xallar. Və Luspov 8-ə düşürülür. Hər an almaz 8-də keçib 10 ola bilər. Dəyişə bilər, amma elə çox vaxtı qalmayıb kimidir və Luspov alması yerdə sürüklüyür. Və oyun başlayır. Və almaz çox gözəl bir hamlə ilə Luspovu yerə yıxır. Və xəttə qədər gətirir. Belə almaz 3 xal olur. Luspov 8 xaldı. Və başladı oyun dostlar. Və baxaq görək necə olacaq oyun. Və Luspov 8 3 hesab qurtardı. Necə olar ki 2 dəqiqə falan qalıbdı. Hamı hazırlanır oyuna və oyun qurtardı. Baxaq görək kim qazandı. Amma xallardan da bilirik ki Luspov qazandı. Hər iki oyuncu da yaxşı oynadı. Amma Luspov qazanan oldu. Luspov qazanan oldu. Belə yaxından da baxıq dostlar. Və burada da sağollaşaq. Videomuz bu qədər idi. Belə tarz videoların gəlməsini istəsənsə like atmayı unutmayın dostlar. Sağ olun. O birisi sport videoda görüşənə dək.